Ona göre de bütün şahitler baklı olsun. Rahmet sahibi bir dəqiqəlik çıkma yad edir. Mən verəndə bir dəqiqəniz gedəcək. Allah'tan şəhidlərimizə rəhmət diləyirik, qazilərə, veteranlara can sağlığı arzulayırıq. B qrupunun 3-cü turunun B qrupunun və maç start götürür. B qrupunun 3-cü oyunu İxlas komandası ilə BES komandası qarşılaşır. Komandaların heyətini açıqlayacağım. İxlas komandasının kapitanı Qulamov Zamiq, İsayev Rafət, Seyfullayev Vaqif, Məmmədov Emil, Şıxəliyev Elçin, Kazımov Ramil, Həşimov Tərlan, İbrahimov Hikmət. BES komandasında gələn oyunculara açıqlayıram heyətləri. Bayramov Qoşqar, Cəfərov Ceyhun, Şirəliyev Fərahin, Məmişov Seyavuş, Yusifov Namiq, Hüseynov Orxan, Mürvətov Əlağa, Kərimov Rəfail, Sayev Omarxan, Şərifov Sənan, Qurbanov Şahmurad. Hal-hazırda top İxlas komandasındadır. Pas dəqiq olmadı. Top BES komandasına çıxır və gücdən zərbəni Rafət İsayev yerinə yetirəcək. Out yerinə yetirdi İxlas komandası. Nə edəcək? Zərbəsi dəqiq olmadı. Top BES komandasındadır. Amma out 7 nömrəli oyuncudan top çıxır İxlas komandasının. Hikmət idi bu. BES komandası out'u yerinə yetirəcək. Ara pası keçmədi. Hikmət blok qoyur. Bir daha top keçmədi. Elçin pası verdi Hikmətə. Hikmət geriyə oynayır. Pas dəqiq olmadı. Ramilə keçmədi. BES komandası irəliləyir. Qapçı ilə üzbəyici zərbəsi qapçıdan blok. Əli seyv edir. İlk seyvi. Gücdən zərbə. BES komandası yerinə yetirir. Geriyə bir pas. BES komandasından ara pası. Divar pası. Zərbə. Çərçivədən yan keçir. İxlas komandasının qapçısı Əli topu yerinə yetirəcək. Ramildədir top. Ramil nə edəcək? İrəliləyir. Ramildən Elçinə pas. 14 nömrəli oyuncu. Rafət. Pası dəqiq olmadı. Out BES komandasında. Rafət topu yerinə yetirdi. Zərbə təhlükəli alındı amma yan keçdi. Hikmət az qalsın komandasını sevindirəcəkdi. BES komandasındadır top. Müdafiəçi nə edəcək? Qapçı ilə də oynaya bilər. Oyunçu ilə oynadı. Gözəl divar paslaşmaları. Pas keçmədi. Qapçı yerindədir. Əli irəliləyir. Əlidən pas. Elçindədir top. Elçin keçəmədi, itirdi. Ramili aldatdılar. Pas müdafiəçilər yerindədir. Ramil pası. Hikmətdədir top. Hikmətdən Ramilə pas. Ramil nə edəcək? İrəliləyir. Pas uğurlu olmadı. BES komandası topu qəbul edəmədi. Qapçıdadır Əlidə.
Əlinə edəcək. Müdafiəsini qarşıya getməyini bildirir. Ortaya gözəl pas Hikmət. Hikmət nə edəcək? Hikmət irəliləyir. Yox, Hikmət keçənmədi və qapıcı topu uzaqlaşdırdı. Top İxlas komandasındadır. Oyunu tərk etməyib. Qapıcı oyuncularını pas istəməyə çağırır. Hikmətdədir top. Hikmətdən ara pası dəqiq olmur. Geriyə pas. Müdafiədə boşluqlar var. Bes komandasının ilk qolu gəlir. Komandasını sevindirir Orxan. İlk qolunu vurur çempionatda. Hesabda 1-0 öndədir. Bes komandası 1, İxlas 0. Top Ramildədir. Ramil irəliləyir. Gözəl hərəkətlər. Vaqif geriyə pas verir. Komanda 10 nömrəsi oyuna daxil olur. Ramilin zərbəsi. Qapıcıya toxunuş var idi. Küncdən zərbə. Rafət küncdən zərbəni yerinə yetirəcək. Rafət nə edəcək? Uzun bir pas keçmədi. Qapıcıdadır top. Bes komandası topu daxil edir. Gözəl paslaşırlar. Bes komandası müdafiəçisi ilə oynadı. İrəliləyirlər. Ara pası keçmədi. Korner. Küncdən zərbə. Bes komandasından oyuncular yoxdur içəridə. Geriyə oynayır. Zərbə olacaqmı? Gözəl keçid. 2 nəfərin arasından 3-cü cərimə. Ramil cərimə etdi. Bes komandası cəriməni yerinə yetirəcək. Canlı sədd qurulur qapıcı tərəfindən. Hələ ki bir nəfər qalır canlı sədddə. İki canlı sədd yerinə qurulur qapıcı tərəfindən. Əli topun qarşısında qocaman oyuncu Bes komandasının baxaq nə edəcək. Birbaşa zərbə mi olacaq? Yox, pas. Bir də zərbə dəqiq olmadı. Toxunuş var idi İxlas komandasında. Küncdən zərbə. Bes komandası yerinə yetirəcək. Havayla pas. Dəqiq olmadı. Qapıdan zərbə. Hələ ki İxlas komandası 1-0 geridədir. Top Elçindədir. Elçindən uzun bir pas. Out. Tora toxunur. Qapıcı müdafiəçi ilə oynayır. Qapıcı buraxdı topu. Digər müdafiəçidədir top. Nə edəcək? Uzun bir pas. Gözəl saxladı. Zərbəsi Əli yerindədir. Seyv etdi Əli. Pası dəqiq vermədi. Yenə Bes komandası zərbəsi və qol. Gözəl bir zərbə. Komandasının ikinci qolunu vurur. Qapıcının səhvi və Bes komandası onu bağışlamır. Top Vaqifdədir. Vaqif Ramil'lə oynayır. Ramil nə edəcək? Vaqiflə oynadı. Vaqif irəliləyir. Vaqifdən pas. Vaqifdədir top. Ramil yanında. Ramil istəyir. Bir ara pası keçmədi. Bes komandası müdafiəsi blok qoyur. Elçin Vaqiflə oynadı. Top Vaqifdədir. Vaqif nə edəcək? Müdafiəçi ilə oynayır. Vaqifə geri qaytardı topu. Vaqifdən uzun pas. Rafətdə top. Rafət nə edəcək? 17 nömrəli oyuncu. Geriyə verir. Vaqifdədir top. Vaqifdən uzun pas. Ramil qapıcı yerindədir. Top Bes komandasındadır. Gözəl keçid. Nə edəcək? Zərbə olacaqmı? Yox. Bir oyuncunu da keçdi. Geriyə pas. Müdafiəçiyə verdi. Müdafiəçilər gözəl paslaşır. Bir daha geri qaytardı. Top Bes komandasındadır. Uzun bir pas. Nə edəcək? Keçdi oyuncunu. İrəliləyir.
Gözəl bir pas. Topu saxlaya bilmədi və out. İlerləyir Vaqif. Vaqifdən gözəl ara pası. Top yenə İxlas komandasında qalır. Vaqif nə edəcək? Sol zərbələri var. Dəqiq alınmadı. Top İxlas komandasındadır Ramil. Davam pası. Vaqif, Ramil. Ramil nə edəcək? Pas verə biləcəkmi? Heç kim yoxdur. Rafət İsayev ayaq qoya bilərdi və komandasının iç qolunu vura bilərdi, amma dəqiq olmadı və out BES komandası yerinə yetirir. BES komandası ara pası. Top BES komandasındadır. Müdafiəçisi nə edəcək? Ara pası keçmədi. Ramil. Ramil nə edəcək? Pas Vaqifdən. Vaqifin pas idi, zərbə idi, bilmədi. Topu qapçı yerinə yetirir. BES komandası gözəl oyun nümayiş etdirir. 2-0 öndədirlər. Baxaq İxlas komandası hesabda geri dönüş edə biləcəkmi? Yaxınlaşa biləcəkmi? İxlas komandası Elçin oynayır. Emil yanında. Emildədir top. Emil'in pası Vaqif çata bilmədi. Gözəl pas idi. Out. BES komandası yerinə yetirir. Uzun bir pas. Topu qəbul edir. Pas verdi müdafiəçiyə. Gözəl paslaşmalar görürük. Uğurladılar. Yox. BES komandasında qalır top. Ara pası. Nə edəcək? Pas keçmədi. Emil topu uğurladı. BES komandasından Ramil irəliləyir. Ramildən Vaqifə pas. Vaqif nə edəcək? Topla oynayır. Ara pası keçmədi. BES komandasında top uğurladılar. Elçin qoymadı ara pası keçməyinə. BES komandası edəcək. Topu uğurlaya bildilərmi? Xeyr, yox. BES komandası da qalır. Out'u yerinə yetirir BES komandası. Mezələr geriyə oynayır. Müdafiəçisi ilə. Müdafiəçisidən pas. Geri qaytarılır. Vaqif uğurlaya bilmədi topu. Ramil. Ramil irəliləyir. Nə edəcək? Ramildən geriyə Elçinə pas. Uzun bir pas. Vaqif qəbul edir. Yox, pas idi bu. Dəqiq alınmadı. BES komandası. Gözəl pası. Dəqiq olmadı. 3-cü gol gələ bilərdi BES komandasından. Əli Elçinlə oynadı. Ramildədir top. Ramil itirmədi. Emil. Emil'dən Ramil'e pas. Elçin. Zamik kapitan oyuna daxil olur. Zamik nə edəcək? Zamikdən pas. Vaqifdə top. Vaqif geriyə oynayır. Ramil. Ramil'dən Zamik'e pas. Zamik nə edir? Zamik'in pası dəqiq olmadı. Qapıdan zərbə. Qapçı müdafiəçisi ilə oynayır. Paslaşırlar geridə. Çox rahatdılar BES komandası. Hesabda 2-0 öndədirlər. Gözəl paslaşırlar. Gözəl ara pası. Müdafiədə boşluqlar var. Elçin topu uzaqlaşdırır və out. BES komandasındadır top. Gözəl ara pasları. Nə edəcək? Zərbəsi Ramil'ə toxunur. Yox, Ramil'dən BES komandasına toxunur və out. Qapçı Əli topu daxil edir. Ramil'dədir top. Ramil'dən ara pası Vaqif. Vaqif nə edəcək? Ramil'ə qaytarır. Ramil'dən Zamik'ə pas. Zamik nə edəcək? Zamik'in zərbəsi qapçı yerindədir. Emil qol vura bilərdi, alınmadı.
Zamik'də qalır top. Zamik geriyə oynayır. Ramildən Vaqifə. Emil. Elçindən dəqiq pas olmadı. Uğurladı. Elçin səhvini düzəltdi. Qapıcı ilə oynayır əli ilə. Əlini edəcək. Əldən Zamikə pas. Zamik kapitan edəcək. Cərimə. İki oyunçunun arasında sığınmaq istəyirdi, amma Fərid Məmmədov cərimə olduğunu bildirdi və fiti verdi. Topun qarşısında Vaqifdir. Sol axay bir oyuncudur. Qüvvətli zərbələri var. Baxaq nə edəcək. Bir canlı sədvər qarşısında. Zərbəsi qapıcı yerindədir, seyv edir. Top yenə Vaqifdə qalır. İkinci zərbəsi dəqiq olmadı. Toxunuş var idi. Emil topu başlayacaq. Ara pası Zamik dəqiq olmadı. Top BES komandasındadır. Cinahı dəyişir. BES komandası çox təmkinlə paslaşırlar. Hesabda da öndədirlər. Baxaq nə edəcək. İrəliyir. Gözəl pas. Ucla zərbə dəqiq olmadı. Qapıcı əli tələsir. Müdafiəçisi ilə oynayır Ramil. Ramil gəlir. Ortaya pas. Elçin. Elçindən Zamikə pas. Ramil oynayır Zamik. Ramildən Emilə pas. Emildən Elçinə pas. Gözəl paslaşırlar Zamik. Zamikin ara pası Vaqif vura bilmədi. Müdafiəçi onu blokladı və qapıcı topu tutur. Pas dəqiq olmadı. Out. İxlas komandası yerinə yetirir. Ramildədir top. Ramildən Vaqifə pas. Vaqif geriyə oynayır. Qapıcı əlindədir top. Əliyir. Elçinlə oynayır. Elçin Əliyə pas verir. Qapıcı. Əldən Elçinə pas. Elçinin pası keçmədi və out. Elçin topu yerinə yetirəcək. Emil geriyə pas. Elçin. Ara pası keçmədi. Blok qoyulur və out. İxlas komandasındadır. Vaqif geriyə oynadı. Qapıcı əlindədir top. Qapıcı sentra kimi gəlib. Nə edəcəklər? Dəqiq olmadı. Hələ ki İxlas komandası dəqiq oynamır. Paslarda səhvliklər var. Qəbul edə bilmirlər. BES komandasının üstünlüyünü görürük. BES komandasının gözəl pası. Nə edəcək? Avtogol. 3-0. Vaqifin toxunuşu və avtogol. 3-0 BES komandası irəlidədir. İxlas komandası baxaq geri dönüş edə biləcəkmi? Zamendə dəyişikliklər var. Tərlan oyuna daxil oldu. Zamik. Ramil oynayır. Ramil irəliyir. Vaqifə pas. Vaqifdən qapıcı ilə oynayır. Qapıcı gəlir. Nə edəcək? Vaqiflə oynayır. Qapıcı. Pası dəqiq oldu. Vaqif topu qəbul etdi. Vaqif nə edəcək? Qapıcı ilə oynadı. Qapıcıdan Tərlana pas. Tərlan. Qapıcı əli seyv edir. Güncdən zərbə. Qapıya zərbə dəqiq olmadı BES komandası. Əli yerinə yetirəcək topu. Tərlanla oynayır. Tərlanla qapıcıya pas. İrəliyir. Ramildə də top. Ramildən Tərlana pas.
Tərlandan uzun pas Vaqifə, qapıçıya uğurlayır topu. Bes komandası irəliləyir. Zərbə mi olacaq? Yox, bir pas idi, daban pas, amma heç kim yox idi. Əks hücum ola bilər. Tərlan irəliləyir. Tərlanın ara pası. Emilin zərbəsi dəqiq olmadı. Hər ki, İxlas komandası da dəqiq zərbələr görə bilmirik. Qol yoxdur. Bes komandası geridə paslaşır. Paslaşmalar görürük. Out Bes komandasındadır. Toxunuş var idi İxlas komandasından. Out. Bes komandasındadır top. Yox, Tərlan uğurladı. Pası dəqiq olmadı. Out. Tərlandan Vaqifə pas. Vaqif nə edəcək? Vaqif geri oynayır. Ramil. Vaqif oynadı. Vaqif irəliləyir. Vaqifdən ara pası Zamiq. Top Zamiqdə qalır. Zamiq gözəl keçdilər. Ramil pası Elçin Emildədir top. Emildən geriyə pas Ramil. Cərimə zərbəsi. Zamiqlə oynayır. Zamiq zərbə vuracaqmı? Yox. Gözlədi. Topla oynayır. Ramilə verdi. Ramil. Yox, zərbə yoxdur. Ramil nə edəcək? Top qapıcıdadır. Əli pas verdi. Emil. Vaqifdədir top. Vaqif nə edəcək? Uzun pas. Tərlan. Tərlanın pası heç kim yoxdur. Bes komandasındadır top. İrəliləyir Bes komandasının oyuncusu. Pas verəcəkmi? Pası dəqiq olmadı. Oyuncusu çatanmadı və out. Tərlan topu oynadı qapısı ilə. Qapısı irəliləyir topla. Vaqiflə oynayır qapıcı Əli. Vaqif irəliləyir. Zamiq topu saxladı. Vaqifə verdi. Vaqif. Cərimə. Cərimə zərbəsi. Topun başında Vaqifdir. Bir canlı sədd var. Baxaq nə edəcək Vaqif. Vaqifin zərbəsi canlı səddə deyir. Out. Yandakini oynayır. Vaqif. Vaqifdən pas Tərlan. Tərlan geriyə oynayır. Zamiqdədir top. Zamiq Ramillə gözəl paslaşır. İxlas komandası nə edəcək? Qapıya zərbə. Toxunuş var idi. Güncdən zərbə. Qapıcıya dəyir top. Vaqifə pas. Qapıcı seyv edir. Top digər qapıcı Əliyə gəlir. Əlidən çovuz səhv. Bes komandası bağışlamır. Və 4-0. Birinci hissə bitdi. 4-0 Bes komandası İxlas komandasını məğlub edir. İxlas komandası topu daxil etdi. Tərlandan səhv. Və 5-0. Bes komandası 5-0 öndədir. Arda qollar görürük. İxlas komandası timeout götürür. Timeout bitdikdən sonra qoşulacağıq. Timeout bitdi. 5-0 İxlas komandası geridədir. Bes komandası 5-0 öndədir. Vaqifdədir top. Geriyə oynayır. Elçin. Elçindən Ramilə pas. Hikmət oyuna daxil oldu. Zamiqin zərbəsi dəqiq olmadı. Baxaq İxlas komandası geri dönüş edə biləcəkmi? 5-0 geridədir. Qapıcı topu oyuna daxil edir. Bes komandasındadır.
Geriye oynuyor. Uzun bir pas. Topu saxladı. Gözəl pası. Nə edəcək? Pas dəqiq olmadı. Qapıdan zərbə. Sağ olun, sağ olun. Qapıcı Zamiqlə oynayır. Zamiqdən Vaqifə pas. Vaqif qəbul edir zərbəsi. Qapıcı yerindədir. Eşek, ala. Vaqif uğurlaya bildimi? Yox. Out bez komandasındır. Önce yakındır, orta boştu, orta boştu. Və birinci hissə bitdi. İkinci hissədən sizi salamlayıram. İxlas komandası topu yerinə yetirəcək. Topun başında Hikmətdir. İxlas komandası 0, Bez komandası 5. Baxaq ikinci hissədə İxlas komandası gol vura biləcəkmi? Rəqibə verir topu. Qapıcıdadır top, müdafiəçi ilə oynayır. Geridə paslaşırlar. Gözəl paslar. Uğurladı İxlas komandası topu. Vaqifdədir top. Vaqifin pası dəqiq olmadı. Müdafiə boşdur. Qapıcı ilə özbəyizdir və gol. 6-0. Sen niye gelmişsin? İxlas komandası müdafiəni boş qoyur və hesabda geridədir. İxlas komandası topu yerinə yetirir. Hikmət. Gol ya. Hikmətdən geriyə. Dokuna, orası слышишь? Vaqifə pas keçmədi. Родная, ты что делаешь? Qapıcı topu yerinə yetirəcək. Müdafiəçi ilə oynadı. Жарится. Ваджари хочешь? Pas dəqiq olmadı və out İxlas komandasındadır. Жари. Topun başında Zamiqdir. Kapitan baxaq nə edəcək. Geriyə pas Ramil. Ramil Vaqiflə oynayır. Out Ramil başlayır. Там гумбет. Geriyə pas qapıcıdadır top Əli. Əldən pas Hikmət. Hikmət Emillə oynayır. Zamiqin pası dəqiq olmadı. Vaqif qarşılayır və Bez komandası pası dəqiq vermədi. Qapıcıdadır top Əli. Zamiq. Zamiqdən pas Ramil. Topa gələn yoxdur. Bez komandasındadır top. Bez komandasının oyuncusu irəliləyir. Nə edəcək? Və İxlas komandasından top çıxır out. Nə edəcək? Bez komandası zərbəsi. Toxunuş var idi. Bəli, Ramilə dəymişdi. Gücdən zərbə. Bez komandası gücdən yerinə yetirir. Ramildən top çıxır. Gücdən zərbə bir daha. Bez komandası daxil edir topu. Zərbə blok qoyuldu. Out. Bez komandasındadır top. Tələsmirlər qapısı ilə oynayır. Qapıcıdan pas. Bez komandası gözəl oynayır. Nə edəcək? Pas dəqiq olmadı. Zamiq. Zamiqin pası dəqiq olmadı. Out. Cinahı dəyişir oyuncu. Bir daha geri qaytarıldı. Topu saxlaya bilmədi və out. Qapıcı Əli. Ramildədir top. Ramil topu saxladı, irəliləyir. Ramildən Elçinə pas. Elçinin pas dəqiq olmadı. Top Bez komandasındadır. İxlas komandasına keçdi. Top itkiləri var hər iki komandada. Ramil. Ramilə pas. Ramildən Vaqifə. Vaqif nə edəcək? Ara pası. Hikmətlə bir-birlərini anlamadılar.
Bes komandası topu itirdi. Emil Vagif nə edəcək? Vagifdən pas Emilə keçmədi. Bes komandası uğurlayır. Yenə boşluqlar 2-1-ə. Pas bərk alındı və qapıdan zərbə. İxlat komandasının qapısı daxil etdi topu. Ramil. Ramildən pas Elçindədir top. Elçin cinahı dəyişir. Emil. Emil'in pası Zamiqə. Zamiqdən pas. Müdafiəçi son anda uzaqlaşdırır. Vagif'in zərbəsi alınmadı, blok. Vagif topu yerinə yetirəcək. Bes komandası uğurladı topu. İlerleyir. Zamiq blokladı və out. Abi kesin sabahın arkada. Out'u yerinə yetirəcək Bes komandası. Ara pası, zərbə olacaqmı? Yox, paslaşırlar. İndi zərbə gəlir, amma dəqiq olmadı. Zamiq. Zamiqin pas dəqiq olmadı, blok qoyuldu. Ramildədir top. Ramildən Vagifə pas. Emil. Vagifdədir. Emil. Emilin pası keçmədi. Vagif. Zamiqin zərbəsi qüvvətli alınmadı. Müdafiəçidədir. Top yenə Zamiqə gəlir. Zamiqin pası yox, Bes komandasındadır. Uğurladı topu. Uzun bir pas. Ramil topu saxladı, irəliləyir. Ramildən pas. Zamiq topu qəbul edir. Vagifə pas. 6-0. Hələ də İxlas komandası Bes komandasının qapısında qol vura bilməyib və hesabda geridədir. 6-0 məğlub olurlar İxlas komandası. Üçüncüdən zərbə Bes komandası topu yerinə yetirəcək. Geriyə pas, zərbə, qapıcı yerindədir. Seyv etdi. Yenə zərbə. Çərçivədən yan keçir. Zamiq. Yox, üzr istəyirəm, Ramil. Ramilin pası dəqiq olmadı. Top Ramildədir. Altı yerinə yetirəcək Ramil. Elçin. Elçinin zərbəsi dəqiq olmadı. Qapıdan zərbədir. Qapıcı topu yerinə yetirəcək. İlerləyir. Blok qoyuldu. Top Ramildədir. Gözəl paslaşmalar. Ramil, Vagif. Ramillə oynayır. Yenə Vagif. Top Vagifdədir. Elçin. Bitirdi topu. Bes komandasında top. Qapıcı düz zərmə. Qapıcının üzünə toxunur. Qapıcı ayağa qalxır. Heç bir şey yoxdur. Yoldaş hakim qapıcıya verir topu. Qapıcı topu yerinə yetirdi. Bes komandasındadır top. Arapası qapıcı ilə üzbəyizdir. Zərbəsi dəqiq olmadı. Ramildə qalır top. Ramil irəliləyir. Zamiqlə oynayır Ramil. Zamiqin uzun pası keçmədi. Top çıxmadı. Zamiq saxladı topu meydanda. Vagifdədir top. Vagifin pası. Ramil itirdi topu. Bes komandasının pasını Zamiq blokladı. Bes komandası nə edəcək? Pası keçdi.
Top itçiləri var hər iki tərəfdə. Zamiqdədir top. Zamiqdən pas Elçin. Elçin cinahı dəyişir Hikmət. Yenə Elçin. Ara pası gözə alındı. Zamiq nə edəcək? Zamiq vura bilmədi. Vaqif. Vaqif zərbəsi. Gol. Vaqif komandasının ilk golunu vurur. Və ilk dəfə Bes komandası meydana gəlir. İxlas komandasının ilk qolu. Hesab 6-1'dir. Baxaq İxlas komandası nə edəcək bir qolla. Bes komandasıdır top. Zərbə qapıdan yan keçir. Əli topu başladı Zamiqdə. Zamiq irəliləyir. Zamiq nə edəcək? İki oyunçunun arasında qaldı. İtirdi topu. Bes komandası uğurladı topu. Elçindən pas Vaqifə. Vaqif nə edəcək? Zərbə olacaqmı? Yox, uğurladılar və out. İxlas komandası yerinə yetirəcək. Hikmətdədir top. Hikmət nə edəcək? Hikmətin zərbəsi blok qoyuldu. Top çıxmayıb. Bes komandasındadır. Bes komandası irəliləyir. Pası nə edəcək? Topu qoyur. Zərbəsi dəqiq olmadı. Əli müdafiəçi Hikmətlə oynayır. Hikmətdən ara pası Vaqif. Nə edəcək? Vaqifin zərbəsi blok qoyuldu. Bir daha blok qoyulur. Üçüncüdən zərbə. Emildədir top. Emildən Hikmətə pas. Hikmət Zamiqlə oynayır. Geriyə pas. Hikmətdədir top. Zamiqdə. Zamiq iki oyuncunun arasına girdi. Vaqifə pası. Vaqif geriyə çəkilir. Baxaq nə edəcək? Zərbə olacaqmı? Yox, keçə bilmədi. Top Hikmətdə qalır. Hikmətin zərbəsi qapıcı yerindədir. Qabaqlı oynayır. Bes komandasının oyuncusu pasını dəqiq verir. Müdafiəçisindədir. Ara pası. Bes komandası irəliləyir. Tələsmirlər, geriyə oynayırlar. Hesabda da öndədirdilər. Ara pası gözə alınır, amma oyuncusu sata bilmədi. Out. Əli Zamiqlə oynayır. Zamiq Hikmətlə oynayır. Hikmətin pası. Gözəl pas. Nə edəcəklər? Zərbə olacaqmı Vaqif? Vaqifin zərbəsi qapıcıdan seyv. Əli qapısını qoruyur. Emil nə edəcək? Vaqiflə oynayır. Zamiqdədir top. Zamiq geriyə çəkilir. Gözəl keçdi. Atılan yoxdur. Zamiq topla oynayır. Emil. Emildən Elçinə pas. Emillə oynayır. Elçin. Elçindən Emilə pas. Hikmətdədir top. Hikmət Elçinlə oynadı. Elçinə uzun pas dəqiq olmadı. Outdur. Bes komandası müdafiəçisi ilə oynayır. Ara pası keçmədi. Elçin blokladı. Zamiq topu uğurlaya bilmədi. Gözəl paslaşmalar. Bizim. Çok vardı hakim. Out. İslam İxlas komandası başladı. Elçin keçə bilmir. Amma İxlas komandası da top qalır. Nə edəcəklər? Geriyə oynayır. Ramildədir top. Ramildən Zamiqə pas dəqiq olmadı. Bir-birlərini anlamadılar.
Bes komandası çox rahat oynayır. Çünki hesabda öndədir. Bir gol buraxsalar belə rahat oynayırlar. Baxaq İxlas komandası nə edəcək? Ramil Elçin topu saxladı, amma pasını dəqiq verə bilmədi. Qapıdan zərbə. Gözəl paslaşmalar. Ramil uğurladı. Vaqiflə oynayır. Vaqifin zərbəsi keçmədi. Ramildə top. Ramil nə edəcək? Pas. Tərlan oyundadır. Qapıya zərbə və gol. Emil ikinci golunu vurur komandasının. Bes komandası topu yerinə yetirəcək. Ara pası keçmədi və out. Bes komandası yerinə yetirir. Zinahı dəyişir. Topu qəbul etdi. Edəcək. Top çıxdı. Out Bes komandasının. Topu düzgün yerinə yetirmədi. Topu İxlas komandası başlayacaq. Ramil geri oynayır. Tərlandan pas Vaqifə. Tələsirlər. Qapıcı tələsir və out. Qapıya zərbə. Qapıdan yan keçir. Hesab 6-2'dir. Tərlan. Geri oynayır Ramil'lə. Gel bak. Ramil Tərlana verir. Elçin ayağı sürüşdü və topu qəbul edəmədi. Out. Müdafiəçi ilə oynayır. Vaqifdən pres. Top tərk edir. İxlas komandası başlayacaq. Küncdən zərbədir. Uzun pas. Ramil vura bilmədi. Qapıcı tez oyunu daxil etdi. Elçin topu uğurladı rəqib komandadan. Tərlan. Tərlandan Emilə pas. Emil'in pası keçmədi. Out. Tərlan yerinə yetirir. Emil. Emil'dən pas Elçinə gəlir. Elçin nə edəcək? Vaqif, Elçin. Ramil. Ramil'dən pas. Tərlan bitirə bilmədi. Qapıcıya toxunuş var idi və küncdən zərbə. Küncdən zərbəni yetirdi. Vaqif vura bilmədi. Dubl edə bilərdi Vaqif. Qapıcı topu yerinə yetirdi. Top Bes komandasındadır. Vaqifdən pas. Elçin. Elçindən Emilə pas. Tərlan. Tərlandan Vaqifə pas. Vaqif irəliləyir. Sarı kart. Yoldaş hakimdən. Vaqif topun başındadır. Tələsirlər. Hesabda geridədirlər. Baxaq Vaqif nə edəcək? Birbaşa zərbəmi? Yox, pas verdi. Emil. Geri oynayır. Əli. Əli nə edəcək? Ortaya oynayır Ramil. Ramil geri verir. Emil. Top Elçindədir. Elçindən Vaqifə pas. Dəqiq olmur. Emil bitirə bilmədi. Çox yavaş alındı zərbə. Qapıcı topu yerinə yetirəcək. Uzun pas olacaq. Top meydanda qalır və qapıdan zərbə.
Elçin əlini oynayır. Ramil. Ramil topu itirdi. Zərbəsi blok qoyuldu. Top yenə Ramildədir. Ramil itirdi topu. 2 nəfərin arasında qalmışdı. Öz komandası paslaşır. Geriyə verdi. Müdafiəçidədir top. Uzun bir pas. Topu gözəl qəbul edir. Nə edəcək? Aşırma zərbə dirəkdən. Gözəl gol görə bilərdik. Dirək qarşısına alır zərbənin. Mübarizələr görürük. Top BES komandasındadır. Keçə bilmədi. Out BES komandasının. 5-5-5. BES komandası paslaşır. Top saxlaya bilmədilər. Elçin oynayacaq. Vaqiflə oynayır Elçin. Pas dəqiq olmadı Elçindən. Uzun bir pas. Çata bilmədi. Out. Qapçı Ramil oynayır. Ramildən pas. Elçin. Elçin irəliləyir. Tərlan çaşdırdı. Emil'in pası. Tərlan. Top ayaqlarına ilişdi. BES komandasındadır. Pas dəqiq olmadı. Hər iki tərəfdə də ikilər var. Cərimə. Qapçı oynadı Tərlanla. Tərlan Ramilə verir. Ramil. Elçin qapçı ilə oynayır. Əli nə edəcək? Əlidən səhv və gol. Əlidən kobud səhv qapçı. BES komandası bu golla da rəqib komandanı geridə qoyur həqiqətən də. İxlas komandası inanmıram ki geri dönüş edə bilsin. BES komandası gözəl oyun göstərir həqiqətən də. Out. BES komandası başlayacaq. Hakim düzgün qərar verir. Hərəkətdə başlanıldı və top İxlas komandasına keçəcək. 2 dəqiqə qalıb oyunun bitməsinə. BES komandası geridə müdafiəyə oturub. Hesabla da öndədilər. Zərbə keçmədi Samiqdən. Blok qoyuldu. BES komandası müdafiəçiləri həqiqətən də yaxşı oynayır. Rafət. Vaqifdədir top. Samiq. Edəcək Samiq. Fikirləşir. Emildədir top. Samiq pasını Emilə verdi. Vaqif. Emil. Elçin. Vaqifə pası dəqiq olmadı. Top Emil'dən çıxdı və qapıdan zərbə. Oyunun bitməyinə çox az dəqiqələr qalıb. BES komandası 3 xanlı qazanacaq. Cərimə. Rafət isə yerdə qalır. Topu geriyə oynayır. Samiqdədir top. Kapitan. Elçindən Vaqifə pas. Vaqif 2 nəfərin arasına sıyrılır. Gözəl keçidlər və cərimə. Düzgün qərar. Cərimə zərbəsi. Beş metr istəndi hakim tərəfindən. 2 canlı səd var, yox, üçüncüsü gəldi. Zərbə olacaq pas. Samiq. Samiqin zərbəsi. Bloka müdafiəçi bloklayır. Vaqif. Vaqif nə edəcək? Vaqifdən Emilə pas. Emil. Emilin pası keçmədi. BES komandası divar hörüb müdafiədə. Gözəl paslaşmalar.
Topu qəbul edə bildi, bəli, qəbul edə bildi. Zərbəsi blok qoyulur Zamiqdən. Out Beç komandasının. Son dəqiqələrdir. Qapıcıdadır top. Əli tez başladı. Emil irəliləyir. Emildən pas Elçinə. Elçindən Emilə pas. Emil nə edəcək? Zamiq də qoşuldu. Top getmədi. Üçüncüdən zərbə. Uzun bir pas. Qapıcı önə çıxır və topu uğurlayır. Tələsmir qapıcı. Pası dəqiq olmadı. İxlas komandasının qapısına top gəldi. Zamiqlə oynadı qapıcı. Zamiq nə edəcək? Kapitan geridədir. Vura biləcəkmi? Zamiqin zərbəsini qapıcı. Bugün qapıcı nələr edir? Əhsən. Üçüncüdən zərbə Vaqif topu daxil edəcək. Geriyə oynayır. Elçinə pas dəqiq olmadı. Topu uğurlaya bilmədilər. Emildədir top. Zamiqə verir. Zamiq pas verdi. Cərimə. Zamiq yerdə qalır. Zamiq ayağa durur. Vaqif zərbə mi olacaq, pas mı olacaq? Vaqifdən Rafət İsayevə pas. Rafət İsayevin pası zərbəsi dəqiq olmadı. Və ikinci hissə bitdi. Respekt komandası qalib gəlir.